أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين والصلاة والسلام على نبينا محمد وعلى آله وأصحابه أجمعين أما بعد السلام عليكم ورحمة الله وبركاته. Değerli Müslümanlar, alemlerin Rabbi Allah'a hamdolsun ki, bu güzel, mübarek Ramazan ayını bizi yaşattı ve bize fürsətlər verdi ki, özümüzü təmizləyək ve özümüzü ıslah edək. Hansımız bunu ne kadar bacardıqsa, bunu bir Allah bilir, bir de ki vicdanımız. Ümidvaram ki, ne kadar da olsa, nisbətən də olsa, yaxşıya doğru dəyişikliğimiz olubdur. Buna inanırıq ve bunu ümid edirik ve bunun olmasını arzu edirik. Allah bizi müvəffəq eyləsin. Değerli Müslümanlar, bu bizim en güzel günlerimizdir. Bugün, yani 19 Mart, Ramazan ayının 30'u 2026 yıl. Bizim Ramazanla vidalaşan günümüzdür. Yani bugün biz sonuncu, 30. Ramazan orucundayıq. Bu bizim için, inanın ki, inanırıq ki, hələ günahlarımızın da sonundayıq. Təmizləndik bugüne qədər etdiklərimizi. Bundan sonra isə özümüzü daha da ciddi şəkildə koruyub saxlamağı öz üzərimizə borc bilməliyik və bunun üçün mübarizə aparmalıyıq. Değerli insanlar, size bir şeyden de haber verim ki, biz hem nefsimizle mübarizə aparırıq, hem şeytanla mübarizə aparırıq. Bir de bilirsiniz ne var, biz onunla mübarizə aparırıq ve aparmalıyıq. Allahsızlar, dinsiz insanlar. Bakın, bugün bizim bayramımızdır. Sabah üzr istəyirəm, bizim bayramımızdır. Görün bayramımızı necə qəsdən qarışdırırlar. Sosial şəbəkələrdə qəsdən İslam saytlarının altında fake məlumatlar yayırlar. Əfqanistanda ay göründü. Də elə ölkələri deyirlər ki, heç həmən ölkədə internet yoxdur, heç həmən ölkədə ölkə vətəndaşları bir-biri ilə danışmağa vasitələri yoxdur. Oradan məlumat verir ki, qəsdən çaşdıra bilsin və sən ora ünvanlana bilməyəsən, anında orayla əlaqə saxlaya bilməyəsən deyə insanları çaşdırırlar, değerli insanlar. Bu bizim ixtisasımızdır deyə və illərcədir də bu sahədə olduğumuza görə bu cür məlumatların haradan gəldiyini biz bilirik. Sadəcə olaraq değerli dinləyicilərə bəzən inandırmaq olur və bəzilərinə isə inandırmaq olmur və bəziləri isə təəssüflər olsun ki, acıq edir, qəzəblənir və Allahın dinindən uzaqlaşır ki, ne oldu bu Müslümanlar bircə bayram gününü bilmir? Müslümanlar bilirlər bayram günlərini, değerli insan. Amma biz ne edək ki, Müslümanların şeytan kimi düşməni var. Və şeytan yalancı, hiləgər, əxlaqsızdır. Və bizim rəqiblərimiz də belədir. Onlar ədalət ilə mübarizə aparmır ki, yalan danışır, fake məlumatlar yayır. Sosial şəbəkədir, adını qoyub Mühəmməd və yaxud da ki, adını qoyub Ayşə, gör ki, yəni müsəlmandır, biraz da hicablı qadın və yaxud da ki, saqqallı bir kişi simasında, profilində paylaşımlar edir və sonra da insanları usandırır. Siz isə, değerli insanlar, hər məlumatı dinləməyin. Sosial şəbəkələrdə gördüyünüz hər məlumatı qəlbinizə otuzdurmayın ki, bax burada görüblər, görəsən hansı düzdür deməyin. Tam olarak etibar ettiğin bir insana ünvanlan, bütün məlumatları ondan al. Amma o da etibar ettiğin olsun. Yəni, əgər illərcədir tanıyırsansa və ondan yanlış məlumat eşitməmisənsə, daha bir ünvanla kifayətlən, özünü sosial şəbəkələrə təslim etmə.
Çünki sosial şəbəkələrdə təkcə din deyil, sağlamlıq da belədir, təhsil də belədir. Hər şeyi yalançı və düzlərin əlində paylaşıldığına görə insanlar nə istəyir onu edir və buna görə məsuliyyət də daşımırlar. Siz dinləməyin onları. Daha dərinə getməyək bu mövzuda. Gəlin biz bayram günü nə etməliyik? Ona qayıdaq. Sabah bizim bayramdır, dəyərli insanlar. 20 mart 2026 Şəvval ayının biridir artıq. Daha bu barədə heç bir diskusiyaya, heç bir araşdırmaya ehtiyac yoxdur. Siz bilin ki, illərcə də onu görürsünüz. Biz bir məlumatı ağızlardan eşidib danışmırıq. Biz o məlumatı bütün qaynaqlarıyla araşdırmadıqca sizinlə onu paylaşmırıq. İstər sosial məsələlər olsun, istər dini məsələlər olsun. Eşitdiyimizi, gördüklərimizi sizinlə paylaşmırıq. Çünki eşitdiyim və gördüyüm yanlış ola bilər. Biz sənədlərə əsasən dəqiqləşdirilmiş ayə, hədis və informasiyaları sizinlə paylaşırıq. Buna etibar edə bilərsiniz. Nəticədə yenə də insanıq. Xətamız ola bilər, amma Allah bilir ki, xəta olan anında o sizin hamınıza bildiriləcək ki, bu söz xətadır, səhv edilmişdir. Bəli, sabah bayramdır. Sabah səhər tezdən hər bir müsəlman bir ay boyunca bugünə qədər etdiklərindən təmizlənmiş, içi fərəhlə dolmuş, sevincli və üzündə sevinç izləri olan müsəlman olaraq ortaya çıxaq. Bir-birimizi bu şəkildə qarşılayaq. Bir-birimiz ilə görüşərkən sən neçə gün tutdun? 29, vay, bir gün tutarsan. Kim sənə dedi bunu? Deyə incələməyin. Bu yaradır, yaranı qurtalama. Qurcalayarsan qan axar. Axan qan da qardaşının və bacının qanıdır. Yəni buna görə heç bir incələmələr daha aparmayın. Bayramdan danışın. Keyfin, halın necədir? Gözəl sözlərdən danışın. Necə keçdi Ramazan sənin üçün? Bax, beləcə gözəl sözlərlə bir-birimizi qarşılayaq. İlk öncə Ramazan, ümumiyyətlə bayramın qusulu vardır. Amma burada nəyi sayacağamsa heç biri vacib deyil. Bacaran bunu etsin, imkan çərçivəsində. Yəni müstəhəb əməllərdir. Daha bunun ardınca, aha mən bugün necə çimim, çölə çıxacağam, demə. Əgər bacarmayacaqsansa etmə, bu müstəhəb əməldir. Yəni bacaran bunu etsin, çimsin, zaten bayramımız cüməyə də düşüb. Yəni həm bayram qusuludur, həm cümə qusuludur, nə gözəldir. Yəni qusul versin. Təbiidir ki, üzərində qusul olmayan, üzərində qusul olana vacibdir bu heç. Bəli, deməli qusul verdin bayram üçün, dəstəmazlı və sonra evində yemək yeyirsən. Bunu xüsusilə vurğulayıram, çünki bəzi müsəlmanlara belə yanlış məlumat verilir ki, bayram günü səhər durursan, oruç tutursan, gedir günorta bayram namazı vaxtı namazından sonra iftarı açırsan və yaxud da ki, bayram namazı ərəfəsində iftar açırsan. Bu isə yanlış məlumatdır. Düz başa düşməməkdir. İki bayramımız var. Qurban bayramında bayrama ac gəlirsən, kəsdiyin heyvanın ətindən yeyirsən birinci. Bu qurbandadır. Ramazanda isə evində səhər yemək yeyirsən. Bu sünnədir. İmam Buxari Ənəs bin Məlikdən rəvayət etmişdir bunu. Ki, Rasulullah evində xurma yiyər və çölə çıxardı. Bunu edərdi ki, hamı bilsin, Ramazan bitmişdir. Ona görə də bayram günü də səhər bir oruç kimi bayramlığa gəlmək yanlışdır və özü də bu qadağan əməldir. Çünki bayram günü oruç tutmaq haramdır. Ola bilsin ki, desin ki, namaza gəlib açacağam, bax, beləcə oruc da yoxdur. Yarı gün oruc sözü yoxdur, bu haradan gəlib? Keçmişdə deyərdilər, tabaq orucu. Yəni, uşaqlar üçün oruçdur. Uşaq gün ortaya qədər tutur. Bu nə qanundur? Nə olsun uşaqdır?
Ya oruç tutsun, ya tutmasın. Uşağı niyə aldadırsan ki? Bəli, deməli bayram günü qusulu etdin, evində yemək yeyirsən və məscidə və yaxud da ki bayram namazını qılacağın yer, ev haradır, ora gedirsənsə, hansı yolla getdinsə, evinə başqa bir yolla qayıt. Təbiidir ki, mümkündürsə, bəlkə elə bir yoldur, nə etməlisən? Yəni, onun zərəri yox. Yəni, sadəcə olaraq çox gəz deməkdir. Allahın Rəsulu bizə bunu öyrətmişdir. Çox gəz. Bu yolla getdin, digər yolla qayıt. Həm çox gəz, çox insan gör, çox insana salam aleykum de və çox insanla bayramlaş. Və tanıyın bir-birinizi, tanış olun bir-birinizlə, dost olun bir-birinizlə deyə Rasulullah bir yolla məscidə gedər, digər yolla evinə qayıdardı. Ramazan bayramı bir gündür. Qurban bayramı isə 4 gündür. Ona görə də bu bir gün birdir deyə daha ciddi şəkildə qeyd olunur. Ki, bu bir gündür. Sabah, daha doğrusu bayramın sabahsı günü artıq müsəlmanlar təzədən oruca başlayacaqlar ki, siz onu bilirsiniz, Şəvval orucudur, haqqında dərs olacaqdır. Ona görə də bu bir gündür. Və bayram günü əslində, yəni bax bu axşam, yəni bayramdan bir gün qabaq, yəni səhər bayram namazı qılacaqsan ha, ondan bir gün qabaq, yəni axırıncı gün iftarı açandan sonra zikir vardır. Zikir belədir, məşhur zikirdir, bu bayramın zikirlərindəndir. Allahu Akbar, Allahu Akbar, Allahu Akbar. Yəni 3 dəfə Allahu Akbar deyirsən, 2 dəfə də keçir, 3 dəfə də keçir. Sonra deyirsən, La ilahe illallahu vallahu akbar. Allahu akbar ve lillahil hamd. Bax bu zikri inşallah ki yazılı da paylaşaram sizinlə. Yəni bu zikri məğrib namazından deyirsiniz. Yəni nə qədər istəsən. 3 dəfə, 5 dəfə, 10 dəfə dedin. Sonra dostlarınla görüşdün və yaxud da ki namazlarını qıldın. Sonra boşluq oldu, yenə də dedin 3 dəfə, 5 dəfə. Yəni ara bir fasilələrlə bunu deyirik. Hasana qədər sabah oyandıq, məscidə gələ-gələ də bunu deyirik. Məscidə gələ-gələ yolda. Biri ilə salamlaşdın, bayramlaşdın, sonra yenə deyirsən. Allahu Akbar, Allahu Akbar, Allahu Akbar. La ilahe illallahu vallahu akbar. Allahu Akbar ve lillahil hamd. Belə deyirsən. Allah böyükdür. Allah böyükdür. Yoxdur Allahdan başqa ibadətə haqqı olan. Allah böyükdür. Allah böyükdür. Bütün tərif Allaha məxsusdur. Nə gözəl sözlər, nə gözəl zikir. Bəli, dəyərli insanlar, bu zikri edə-edə məscidə tərəf gəlirsiniz. Və məscidə girdikdən sonra imamı ki gördünüz, bu zikir dayanır. İmam da elə vaxtı girir məscidə ki, birbaşa namazı qıldıracaq. Bu zikir dayanır, artıq imam namaza başlayır. İmamla qılırsınızsa daha gözəl, əgər imamla qılmırsan, özün evində ailənə imamlıq edirsənsə və yaxud da ki, kimisi təkdir, tək özü qılırsa, yəni o vaxta qədər bu zikir edilir. Namazın qaydası da keçən dərsdə konkret danışılmışdı ki, ona bir dəfə də gözdən keçirdin. Yəni tək özlü qılanlara aiddir. Və sonra yolda kiminlə rastlaşdınsa, ona deyəcəyin sözün ərəbcəsi belədir. Təqabbalallahu minnə və minkum. Mənası Allah bizdən və sizdən qəbul eləsin. Tərcüməsini də deməyin daha gözəldir. Sadəcə olaraq ərəbcəsini dedim ki, ərəbcə bilənlər bunu desin və yaxud da ki, tərcüməsini desin. Çünki bəzi insanlar artıq bu termini bilir. Bu termini bilənlərə belə deyərsən, təqabbalallahu minnə və minkum. Amma bunu başa düşməyənə belə desən, ola bilər başa düşməsin və ona de, Allah sizdən də bizdən də
qəbul eləsin. Nəyi? Tövbələrimizi, ibadətlərimizi, sadaqalarımızı, iftarlarımızı, Allah bizdən xeyir əməllərimizi qəbul eləsin deməkdir. Və yaxud da ki, ərəbcə İdukum mübarək. Yəni bayramınız mübarək. Yəni hər bir ifadələrlə bir-birimizi sevindirməyə çalışaq. Dəyərli müsəlmanlar, bu bayramda hünər, sevinç ortaya qoyulmalıdır. Bu bayramlarda ixtilaf, mübahisə deyil. Və fitrə zəkatlarınızı da təcili bu günləri həll edin. Sabaha kimsə ümid olmasın. Çünki sabah səhər tezdən namaz qılınır. Ona görə də, yəni ki, bu gecəyə qədər iftar fitrələrinizi paylayın sahiblərinə. Qoy onların da evində bayram olsun. Allah bütün müsəlmanların bayramını mübarək etsin. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.